İsmayıllı rayonunda minik avtomobilinin yanması ilə nəticələnən hadisə baş verib. Məlumata görə Süleymanov Səbuhiyə məxsus 31 BC 375 dövlət qeydiyyat nişanlı VAZ 21015 markalı minik avtomobili qəfil alışaraq yanmağa başlayıb. Hadisə barədə məlumat verildikdən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon yanğında mühafizə hissəsinin əməkdaşları və xüsusi texnikası cəlb olunub. Yanğın söndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülüb. Lakin yanğın zamanı avtomobilə ciddi ziyan dəyib və nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. Bundan başqa avtomobilin içərisində olan sənədlər, o cümlədən nəqliyyat vasitəsinə aid sənədlər və digər əşyalar da yanaraq məhv olub. Hadisədən bir 15 dəqiqə əvvəl olardı, evə gəldim. Yəni maşında heç bir texniki nasazlıq yox idi. Girdim, axşam yeməyimi yedim. Yeyəndən sonra evdən dedilər ki, nəsə iyi gəlir, yəni sintetik yanıq iyi gəlir. Yəni evin özünə baxdıq, gördük heç bir şey yoxdur. Pəncərədən həyətə baxanda gördük ki, maşından tüstü çıxır. Tez Fövqəladə Hallar Nazirinə zəng elədik, yəni aidiyyatlı quruma zəng elədik. Sağ olsunlar, vaxtında çatdılar, maşını yanğından mühafizə elədilər. Faktla bağlı araşdırma aparılır. Rafiq Həsənov, Elçin Məlikov, Yusif Əliyev bu gün informasiya proqramı üçün.